Hoş gördük değerli dinleyiciler, değerli dostlar. Şrimad Bhagavatam'ın, Bhagavad Gita'nın değerli dinleyicilerim. Deməli, gördüyünüz kimi sual yeniden narahat edir. Bu sual bütpərəstliklə əlaqədar. Bu illər boyudur mən bu suala cavablandırmışam. Həm məqalələrlə, həm mühazirələrlə, həm seminarlarla. Küllü miqdarda yəni bu barədə söhbətlər var əslində. Amma yəni ki hər dəfə bunun üzərinə qayıdacağıq yəqin ki biz. Çünki dövr hansında yaşayırıq çox ruhaniyyətdən, real ruhaniyyətdən çox uzaq bir zamanədir. Real ruhaniyyət, ruhani bilikdən. Yəni biz yaşadığımız cəmiyyətdə biz özümüz elə hamımız elə bir yerdən çıxmışıq ki, ruhi bilik deyilən şey bizdə yoxdur. Dini biliklər ruhi bilik hələ demək deyil. Ona görə də bu mövzu dönə-dönə ortalığa gəlir. Və maraqlısı da odur ki, o əhval-ruhiyyə gəlir ki, mövcud səmavi dinlərin nümayəndələri bunu bunu qəbul edə bilmirlər. Bunu hesab edirlər ki, bu bütpərəstlikdir ki, nədir? Krishna Şuri hərəkatının məbədlərində, ümumiyyətlə Hindistandakı məbədlərdə Tanrının formasını sitayiş istənilən halda bütpərəstlik kateqoriyasındadır. Bir şey də oradadır ki, onu da deyim ki, maraqlıdır ki, insanlar bütöv bir dini sistemin adından çıxış edirlər ki, məsələn deyirlər ki, İslamda bu bütpərəstlikdir, Xristianlıqda bu bütpərəstlik. Yəni, sən də, adam da fikirləşir ki, bu İslamı belə yaxşı bilirsən ki, əminsən ki, sən İslam dininin qayda qanunlarını yaxşı bilirsən və ona əsasən oradan çıxış edirik də biz, bunu deyənlər. Amma heç bir dini sistemdə Krishna Şuri hərəkatının məbədlərində və yaxud da ki Hindistandakı məbədlərdə sitayişlərin heç biri, Tanrının formasında sitayişlərin heç biri bütpərəstlik hesablanmır, bütpərəstlik sayılmır. İstənilən dində, əgər o dinin nümayəndəsi, o dinin təlimini, fəlsəfəsini yaxşı bilirsən. Ona görə də o şey ki, avtoritet Tanrının mötəbər nümayəndəsi tərəfindən nə olur? Təsdiq olunur. Yəni o proses özü də mötəbərdir. Eləcə də məsəl üçün Xristianlar İsa Peyğəmbərin formasına sitayiş eləyirlər, boyunlarında gəzdirlər xaçı. Sonra kilsələrdə nələr var? İkonalar var, şəkillər, obrazlar var istənilən halda. Müsəlmanlarda Məkkədə daş var, qara daşı qoyurlar Kəbənin küncünə. Peyğəmbər sallallahu onu qəbul edibdi, ona sitayiş edibdi, onu ehtiramını bildiribdi. Ona görə heç kim o barədə narahat deyil. Niyə? Çünki
Məhəmməd Peyğəmbər sallallahu Allahın, Tanrının mötəbər nümayəndəsi olduğuna görə mötəbər nümayəndənin elədiyinə heç kim şəkk şübhə eləmir və onu qəbul edirlər. Ki bu Tanrının mötəbər nümayəndəsi bunu qəbul edirsə, deməli bu proses də mötəbərdir. Bildiniz? Eləcə də Tanrının formalarına sitayiş Krishna Şura hərəkatının məbədlərində və ona qədər də Hindistan məbədlərində bunların hamısı mötəbər nümayəndələr, Tanrının mötəbər nümayəndələr tərəfindən təsdiqlənmiş bir prosesdir. Və o nədir? O qəbul olunur mötəbər bir sitayiş forması kimi. Bildiniz? O ki qaldı məsələn Tanrının formasının olması, olmaması. Bu bütpərəstlik ümumiyyətlə mən məqalələrdə də yazmışam, indi də deyirəm. Mən indiyə qədər elə bir insana rast gəlmədim ki, elə bir insana, elə bir din xadiminə, elə bir bu fəlsəfə ilə, dini fəlsəfə ilə məşğul olan elə bir adama rast gəlmədim ki, mən ondan soruşanda ki, bütpərəstlik nə olan şeydir, o mənə düzgün cavab versin. Yəni ki, insan birinci bilməlidir ki, bütpərəstlik nə olan şeydir. Ondan sonra fikir irəli sürməlidir ki, bu bütpərəstlikdir. Bildiniz nədər? Əgər mən bilmirəmsə bütpərəstlik nə olan şeydirsə, mən necə deyə bilərəm ki, bax bu bütpərəstlikdir ya deyil. Elə deyil. O Prabhupadaның bir sözü vardı. Deyirdi ki, insan gərək birinci bilsin ki, yaxşı nədir? Yaxşılıq nədir? Ondan sonra o yaxşılıq eləsin. İnsan bilməyəndən sonra ki, yaxşılıq nə olan şeydir, necə o yaxşılıq eləyə bilər? Bildiniz? Gərək sən biləsən ki, yaxşılıq eləmək nə deməkdir? Sən elə şey eləyərsən ki, sənə elə gələr ki, bu yaxşılıqdır, amma Tanrının məsəl üçün gözündə o yaxşılıq deyil. Məsəl üçün deyirəm. Ona görə standartını biləsən. Eləcə də bütpərəstlik nədir? İndiyə qədər mənim bu sualıma cavab verən olmayıb hələ. Və yəni o dərəcədə ki, o cavab əks elətdirsin özündə. Həm peyğəmbərlərin təlimlərində olanları, həm ümumiyyətlə din fəlsəfəsinə uyğun gələn olsun, bax belə təsdiq olunsun da. Bax belə cavab. Mən görməmişəm. İnsanların əksəriyyətində belə bir səthi bir dənə baxış var ki, Allah gözə görünməzdir, onun heç nəyi formasız adı yoxdur, onun bənzəri yoxdur. Ona görə də onu nəyəsə bənzətmək, düzəltmək, çəkmək, bunların hamısı həmən dəqiqə düşür kateqoriyaya, nəyə? Bütpərəstlik kateqoriyasına. Amma mühazirələrimdə, Bhagavad Gita mühazirələrində, Şrimad Bhagavatam mühazirələrində elə bir mühazirə yoxdur ki, mən orada bu barədə danışmayayım da, söhbət getməsin. Sadəcə olaraq onlara diqqətlə qulaq asmaq tələb olunur. Bildiniz? Bu bütpərəstlik anlayışı ortalığa düşübdür. Hardan? Oradan ki, açan ki, insan mötəbər mənbəyin yox, özündən uydurduğu bir şey, özündən uydurur. Eşidir belə bir şey tarixdə. Çünki bu Tanrının formasına sitayişin, məbədlərdə Tanrının formasına sitayişin Veda biliyinə əsasən 1 milyon ildən çox yaşı var. Milyon ildən çox yaşı var. Qızıl dövründə özünü dərk etmə prinsipi, qaydaları bu Veda biliyi belə deyir. Qızıl dövründə bu mistik meditasiya, mistik yoga idi, meditasiya. Hasan ki, insanlar 100 min il yaşayırlar, 30 min il meditasiya ilə məşğul ola bilirlər. Gümüş dövründə bu özünü dərk etmə metodu bu deməli Agnihotra Yagya. Agnihotra Yagya, yəni böyük həddindən artıq nəhəng od mərasimləri keçirdirlər. O da şahlar dövrü, imperatorlar, şahlar. O da çoxlu miqdarda ərinmiş yağ tökürdülər və mantralar oxuyurdular. Bu proses, bu yağya nə olurdu? Tətbiq olunurdu. Şahlar tərəfindən, mömin şahlar tərəfindən. Sonra bürünc dövründə, 3-cü dövrdə məbədlərdə Tanrının formasına sitayiş. Bildiniz, məbədlərdə Tanrının formasına sitayiş oldu, özünü dərk etmə prosesi bu başladı. Bu olub 864 min uzunluğu olubdu o dövrün, 3-cü dövrünün. O da bizdən qabaqdır. Dəmir dövründən qabaq idi. 864 min ildir. Ondan da qabaq da var idi. Amma təsdiq olunubdu 864 min il müddətində 1-ci dövründə Tanrının formalarına sitayiş. Tanrının formasına sitayiş Tanrının
Vedalarda küllü miqdarda sayı hesabı yoxdur. Küllü miqdar, yəni Veda biliyin hər yeri doludur. Tanrının zahiri görkəmi ilə əlaqədar məsələlər. Mən hətta bu yaxınlarda Şrimad Bhagavatamda mühazirə verəndə mən orada dedim ki, kimlər qulaq asırlarsa Parikshit Maharajın doğulması barədə mühazirələrdə dedi ki, Parikshit hələ uşaq olanda anasının bətnində Tanrını görür və onun necə görməyi, onun təsviri orada verilir ki, onu Tanrı necə görür. O görür belə başında necə alov kimi parıldayan koronası, tacı, nətər qulaqlarında sırqalar, nətər bərdənin rəngi, nətər dörd dələ əlində tutduğu nələr, konkret atributlar, necə onun əynindəki paltar. Bunların hamısı orada yazılır. Yəni ki, Tanrını görmək Veda biliyində saysız hesapsız əhvalatlarla doludur. Saysız hesapsız. Ki, Tanrını görənlər onu təsvir edirlər, görkəmini, qəlbimizdəki Tanrını, sonra ruhi dünyadakı Tanrını. Bu yəni ki, səmavi dinlərdə bu verilmirsə, bu tənəzzüldən doğru irəli gəlir. Çünki biz zaman-zaman tənəzzül eləyirik. Tənəzzül o deməkdir ki, insan ruhi platformadan düşür həddindən ziyadə cismani platformaya. Özünü bədənlə yerləşdirmə platformu, əhval-ruhiyyəsi, şuuru, dünya görüşü çox sürətlə gedir və artır zaman keçdikcə. Ona görə də ona uyğun biliklər gəlir və Tanrı forması, Tanrı nədir? Ruhi şəxsiyyətdir. Yəni, bu məsələni həm də başa düşmək üçün Tanrının şəxsiyyət olmağı məsələsində anlamaq lazımdır. Tələb olunur ki, sən başa düşəsən ki, Tanrı şəxsiyyətdir, Allah şəxsiyyətdir. Şəxsiyyətin 5 dənə atributu var. Bunu Vedalar deyir. Veda müdrikliyi deyir. Şəxsiyyətin 5 dənə müəyyən edici faktoru var. Nama, Rupa, Guna, Lila, bunu sanskrit dilində deyirlər. Nama, Rupa, Guna, Lila, Tama. Nama onun müqəddəs adı var, şəxsi, o şəxsiyyətin şəxsi adı var. Rupa onun transcendental forması var. Nama, Rupa. Guna onun şəxsi nədir? Keyfiyyətləri var, xasiyyəti var, xarakteri var. Lila onun konkret əyləncələri və fəaliyyəti var. Bir də Dhama onun əbədi əzəli məskəni, səltənəti var. Bu 5 dənəsi deməkdir ki, mütləq həqiqət şəxsiyyətdir, bildiniz. Mütləq həqiqət dərk olunur. Həmin Nur kimi, Brahman deyirlər sanskritində, həmin Paramatma kimi, Ali Can deyirlər ona Azərbaycan dilində, qəlbimizdə olan Tanrı forması. Həm də Bhagavan kimi, yəni ali şəxsiyyət kimi, hansı ki, bundan əvvəlki ikisinin mənbəyidir. Şəxsiyyət bu deməkdir ki, bizim kimi şəxsiyyət o formaya malikdir və bizim insana bənzər Tanrı demək düzgün deyil, çünki Tanrı əzəlidir, insan sonradan gələndir. Ona görə bütün formaların hamısı Tanrıya məxsusdur. Əgər yaradılanın forması varsa, o deməkdir ki, yaradanın da forması var. Yaradan forması var ki, yaradılanın da forması var. Ananın bətnindən uşaq çıxır, ananın atasının formasında. İstənilən canlı varlıq özünə bənzər formada nəyinir? Canlı yaradır, düzdür? Bu məntiqdir da. Ona görə əzəli yaradan da o deməkdir ki, əzəli yaradan da formaya malikdir ki, formalar yaradır da. Formasız bir şey necə forma yarada bilər? Onun forması var və onun formasının bizim formadan fərqi ondadır ki, bizim formamız bizə məxsus deyil, bizə tabi de deyil. Nə bizə məxsus deyil, nə də bizə tabi deyil. Bizə müvəqqəti o zamanın təsiri altında müvəqqəti olaraq bizə verilir və əlimizdən alınır. Ona görə biz özümüzü bu bədənlə eyniləşdirib, bu prizmadan baxanda bizim üçün çox çətin məsələdir qəbul eləmək ki, Tanrının forması var. Çünki biz bunu ona da şamil edirik. Elə bir ki, Tanrı da belə bizim kimi müvəqqəti formaya malik olur, doğulur, qocalır, xəstələnir, ölür. Biz elə bilir ki, biz bütün formaları belə görürük, yəni doğulan, xəstələnən, qocalan, ölən. Bütün formaları. Biz belə görürük, heyvanda da, quşda, ağacda. Ağacda böyür, 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 sonra qocalır, sonra xəstəlik basır, ölüb gedir. Ağac, hətta ağac belədir. Həşərat da belədir, quş da belədir, heyvan da belədir, hamısı belədir, insan. Biz belə qəbul edelim, belə görürük başa. Ona görə bu dünya görüşümüzü, bu şuurumuzu, bu dərk etməmizi köçürdürük ruhi
məsələlərin də üstünə. Ona görə bizim üçün qəbul olunmaz olur. Çünki hər Allahın forması var. Allah insana bənzərdir. Onun heç bir forması yoxdur. O nurdan başqa bir şey deyil. Heç kim onu görməyib. Bu bilirsiz nətərdir? Bu Tanrı ilə münasibətlərdən asılıdır. Biz Tanrı ilə hansı münasibətlərə can atırıq? Ondan əvəz gözləyirik, yoxsa onunla münasibət qurmağa çalışırıq? Tanrı ilə münasibətlərin ən piki sevgidir. Bu bizim əbədi münasibətimizdir Tanrıya qarşı. Sevgi. Sevgi təmənnasızlıqdan keçir. Təmənnasız Tanrıya qarşı ibadət, sitayişdən sonra bizim qəlbimizdə Tanrıya olan sevgi neyinir? Yavaş-yavaş başlayır dirçəlməyə. O oradadır. Ona görə də təmənnasız xidmət eləyən, təmənnasız ibadət eləyənlərə Tanrı özünü verir. O deyir ki, təmənnasız sevgi ilə xidmət edənlərə əvəz vermək mümkün deyil. Sevginin əvəzini vermək mümkün olduğuna görə Tanrı özünü verir ki, bax mən necə ki bu çox kobud bir nümunə deyim ki, məsələn qadınlar bu cür sevginin daşıyıcılardılar. Özlərindən asılı olmadan. Kişi oğlan uşağı yalandan da olmuş olsa, elə belə yalandan da olmuş olsa, bildiniz nətəri? Bir balaca sevgidən dən vuran kimi qadına, qadın həmən dəqiqə hazırdır ki, götürüm. Özünü təhvil verir ona. Çünki bu sevginin təbiəti belədir. Sevginin təbiəti belədir ki, onu biruzə verəndə, onu göstərəndə, onu nümayiş etdirəndə həmən dəqiqə qarşındakı özünü təhvil verməyə hazır olur. Sevgi belə qüdrətli bir şeydir, belə bir duyğudur. Ona görə də Tanrı'nın Veda fəlsəfəsi deyir ki, Tanrı'ya sevgi ilə xidmət yoluna duranlara Tanrı əvəz verə bilmir. Çünki sevgiyə əvəz vermək mümkün deyil. O özünü verir. Ona görə hələ ki bizim qəlbimiz təmizlənməyib, biz ancaq materiya görürük, ruh görə bilmirik. Tanrı'nın forması isə sırf transendental və ruhidir. Ona görə də o bizə özünün mərhəməti sayəsində, bizə qarşı olan böyük məhəbbətin müqabilində biz ancaq bu yolla razılaşırıqsa, yenə də Tanrıya sevgi yoluna durmaq. Ona maddi rifah naminə, cənnətdə, qiyamət günü cənnətə getmək naminə, cəhənnəmin qorxusu naminə, belə şeylərə görə yox. Ona tam təmənnasız, əvəz gözləmədən Həzrəti Əli əleyhissalam demişkən, nə cəhənnəmin şövqündən, nə cənnətin şövqündən, cəhənnəmin qorxusundan ibadət eləmirsən. Bildiniz? Tamamilə təmənnasız, əvəz gözləmədən. Bu cür ibadət, sitayiş Tanrı ilə bizim aramızda sevgini oyatmaq üçündür. Və münasibət, bu da sevgi də münasibət deməkdir. Bildiniz? Münasibət üçün. Tanrı ilə qarşılıqlı münasibətimizi bərpa eləmək üçün. Onda biz hələ tam təmizlənmədiyimizə görə, qəlbimiz təmizlənməyib, hələ ruhi özünü dərk etməmiz gərəyincə deyil. Sadəcə olaraq bu yolla razılaşırıq, bu yola dururuq, bu təmənnasız xidmət yoluna. Sanskritlə onu deyirlər bhakti yoga, Azərbaycanla sədaqətli xidmət yoluna. Sadəcə olaraq razılaşanda Tanrı özünün sonsuz mərhəməti, səbəbsiz mərhəməti, sevgisindən çıxış eləyərək özünü bizim duya bildiyimiz, bizim görə bildiyimiz formada özünü təzahürlətdirir bizim qarşımızda. Bildiniz ki, özünü bizə sanki təhvil verir ki, bu deyil mən götürməyə xidmət ilə qəbul edəcəm. Və bu prosesin Veda biliyində, Veda elmində avtoritet, mötəbər nəyi var? Mötəbər təsviri var, izahı var. Mötəbər şəxsiyyətlər tərəfindən bunun təsdiqi və verilməsi var. Özdə milyon illərdir. Əgər səmavi dinlər təzə dinlərdilərsə, son 5000 ilin dinlərdilərsə, son 5000 ilin maksimum. Ondan o tərəfə keçmir. Amma transendental, Veda biliyin transendental elminin yaşı yoxdur. Vedaların yaşı yoxdur. Bhagavad Gita'nın 9-cu fəslinin 2-ci beytində Krishna deyir: Raja vidyam raja guhyam pavitram idam uttamam pratyaksha vagamam susukam kartum avyamam. Krishna deyir ki, bu biliklər şahı, sirlər sirridir. O safdır. İnsana özünü dərk etməyə imkan verdiyinə görə o din kamilliyidir. Ruhu özünü dərk etmək. Onun həyata keçirilməsi, o əbədidir. Onun həyata keçirilməsi sevinç gətirir. Görürsünüz, o əbədidir. Onun həyata keçirilməsi sevinç gətirir. Krishna Bhagavad Gita deyir ki, bu bilik əbədidir. Krishna demir ki, bu sonuncudur. Bu sonuncu dindir, sonuncu bilikdir, sonuncu kitabdır. Yox. Veda biliyində belə şey yoxdur. Veda biliyi Bhagavad Gita. Bhagavad Gita bütün Vedaları özündə əks etdirir.
Bhagavad Gita'nı açaq görəcəyik. 9-cu fəsil 2-ci mətn. Krishna deyir ki, Arjuna sənin verdiyin bilik əbədidir. Bu biliyin əvvəli və sonu yoxdur. Bu əbədidir. Niyə? Çünki əbədi olandan bəhs edir. O şeyi ki, əvvəli axırı var, o demək ki, əbədi olandan bəhs eləmir. O müvəqqəti olandan bəhs edir. O da bizim bədənimizdir. Bədənimizdən düzgün istifadə eləmək, sonra da cənnət planetlərinə getmək üçün də ibadət özü də yenə müvəqqətidir. Çünki cənnət də müvəqqətidir. Niyə? Çünki cənnət də maddedir. Sadəcə olaraq incə maddədir. İncə maddədən bildiniz. Ona görə də əbədi ruhi biliyin prizmasından bu şeyləri başa düşmək nədir? Mümkündür. Əbədi ruh haqqında bilik, Tanrı haqqında bilik, ruhun təbiəti, Tanrının forması transendentaldır. Əgər o mötəbər nümayəndə tərəfindən təsdiq olunub qoyulursa, o forma transendentaldır. Yəni ruhidir əslində. Biz onu görürük, amma o ruhidir. Niyə? Ona görə ki, materiya deyilən bir şey yoxdur əslində. Ancaq ruh var. Ancaq əbədiyyət var. Materiya müvəqqəti, bu müvəqqətilik buna sübutdur. Amma materiyanı reallıq bilib, materiyanın düzgün istifadə olunmasından bəhs olunan səmavi dinlərin fəlsəfəsi ilə bu ruhaniyyəti, transendentalı başa düşmək çətin məsələdir. Bilirsiniz? Asan məsələ deyil. Materiya müvəqqətidir. Materiya əslində yoxdur. Maddə deyilən şey yoxdur. Bu bizi yuxudur. Bildiniz? Bu bizim bədənimiz bu gün var, sabah yoxdur. Öldü, apardı, basılı torpağa çürdü, getdi və salam. Yoxdur da bu demək. Bu ki, bu gün var, sabah yoxdur deməli, bu yoxdur bildiniz. Bu bir dənə illüziyadır. Tanrının illüzyon enerjisi tərəfindən təqdim olunur bizə. Bu bir illüziyadır. Müvəqqəti olaraq var, birazdan yoxdur. Amma əbədi olan, real olan bizim ruhi şəxsiyyətimizdir, bir də Tanrıdır. Bir də əbədiyyətdir. Başa düşdünüz? Bu real olandır. Ona görə də bu əbədiyyətin, ruhi, transendental əbədiyyətin içində maddi dünya, bütün planet sistemləri ilə bir yerdə bu söhbətləri mən eləmişəm. Bunların hamısı nədir? Bu sadəcə olaraq həbsxana xarakteri daşıyır. Bir balaca bir yerdir, bax balaca bir yerdir. Əbədiyyətin daxilində. Necə azad ölkənin daxilində həbsxana yoxdur, ölkənin qanun qaydalarına riayət eləmənləri aparıb atırlar o həbsxanaya. Elə deyil, cəzalandırırlar. Eləcə də bu maddi dünya əbədiyyətin həbsxanasıdır. Başa düşürsünüz? Ona görə bura müvəqqətidir. Cənnəti ilə, cəhənnəmi ilə, yeri ilə hamısı bura müvəqqətidir. Zaman burada mövcud olmağı bu dediklərimizə sübutdur. Zaman təsir altında hər şey yaranır, dağılıb, sökülüb gedir, hər şey. Bütün maddi dünya. Bildiniz? Ona görə də bu müvəqqəti olan, bu sadəcə olaraq bir qanundur. Qanun, bildiniz? Qanun. Qanundur bu. Maddiyyət deyilən şey, o konkret bir subyekt ya obyekt deyil ki, bu qanundur. Qanun olmasa həmən şeydir. Məsələn, həbsxananın içində daş, divar, torpaq, hava, yemək, paltar, hamısı azadlıqda elə olanlar kimidir. Həmən şeydir, həmən torpaqdır, həmən havadır, həmən sudur içirlər, hansı ki biz içirik. Həmən çörəkdir orada yeyirlər, hansı ki biz yeyirik. Həmən paltardan da giyinirlər, elə deyil. Həmən insanlardır, bu ölkənin vətəndaşlarıdır. Hamısı həmən şeydir, düzdür. Yeganə fərq onda həbsxana ilə azadlığın fərqi nədədir? Bundadır ki, həbsxanada qanunlar başqadır. Orada qanunlar daha çox orada yaşayanları azadlıqdan məhrum eləyir. Ona görə elə onlara deyirlər azadlıqdan məhrum olanlar. Vəssalam. Elə bir ki, həbsxananın qanunları azadlıqdakı qanunlardan fərqli. Ondan ki, həbsxananın qanunları insanın azadlığını daha çox əlindən alır, məhdudlandırır onu. Amma yerdə qalan hamı eyni şeydir. Həmən ölkədir, həmən torpaqdır, həmən binadır, həmən deyirlər, havadır, həmən sudur, həmən çörəkdir, həmən paltardır və həmən vətəndaşdır bu ölkənin. Elə deyil. Yeganə bir fərq ondadır ki, həbsxanada qanunlar başqadır. Orada o qanunları götürsən, həbsxanadakı qanunları götürsən, məhdudlandırıcı qanunları. Oradakı insanlarla azadlıqdakı insanların heç bir fərq olan deyil. Eyni şey olacaq, elə deyil. Ona görə də maddiyyat, maddi dünya, bu sadəcə olaraq qanundur. O qanunun hökmünü götürsək, həbsxanadakı qanunun hökmünü götürsək, oradakı həbsxanadakı olanların hamısı özünü azadlıqda hiss edəcəklər. Hamısı qapını açıb çıxıb gedəcəklər. Söz, qanunun hökmünü götürsək, həbsxanadakı. Belədir, elə deyil. Oradakı qanunun hökmünü götürsək, o insanlar orada yaşasalar, onlar çölə çıxsınlar, gəlsinlər, bazarlıq eləsinlər, istədiyin yesinlər, otaqlarda otursunlar, ora həbsxana deyil. Vəssalam.
Ora elə deyil. Oradakı o həbsxanadır, ancaq oradakı qanunun hökmünə görə. Eləcə də maddiyyat deyilən şey bu sadəcə olaraq əbədiyyətin daxilində Tanrının illüzor enerjisi tərəfindən tətbiq olunmuş qanundur, qanun. O qanunu götürən kimin maddənin hökmü gedir, maddə olmur. Başa düşürsüz, hər şey ruhiləşir. Və bu qanunun ancaq burada bizim kimin həbsxanada dustaq kimi oturanların üzərində hökmü var. Cəzalandırılanların üzərində hökmü var qanunun. Ölkənin prezidenti gedib həbsxanaya girsə ki, dustaqlarla danışmağa, onun üzərində həbsxananın qanunu yoxdur. Baxmayaraq ki, həbsxananın ərazisindədir. Başa düşdünüz, ya onun nümayəndəsi. Bildiniz, yaxud da ki, həbsxananın rəisinin üzərində həbsxananın qanununun hökmü yoxdur. Həbsxananın rəisi də oradadır, o həbsxananın içindədir. Polis də oradadır. Amma onların üzərində həbsxananın qanunun hökmü yoxdur. Həbsxananın qanunun hökmü yalnız həbsxanaya düşmüş dustaqların üzərindədir. Eləcə də maddənin qanununun hökmü yalnız və yalnız burada bizim kimi doğulub ölənlərin üzərindədir. Doğuluruq, ölürük, düzdür. Tanrının onun üzərində, Tanrının üzərində bu maddi enerjinin hökmü yoxdur. Ümumiyyətlə Tanrı üçün maddə ilə ruh yoxdur. Onun üçün ancaq ruh var. O maddə ancaq bizim üçündür. O Tanrı hər yerdə, Tanrı üçün hər şey ruhdur. O Quran izahlarında da var. Allah ruhu bədəndə meyvənin ağacda yetişdirdiyi kimi yetişdirməklə məşğuldur. Bildiniz? Ona görə Tanrı ancaq ruh görür. Bədən materiya görmür. Niyə görə? Çünki materiyanın onun üzərində hökmü yoxdur axı. Materiyanı ancaq biz nədir? Biz ancaq mühakimə olunanlar, biz nə olanlar, biz cəzalandırılanlar görürük. Başa düşdünüz maddəni. Cəzalandırmayanlar maddəni görmürlər, duymurlar. Maddə yoxdur əslində, materiya. Özdə bu materiya yuxarı qalxdıqca nəcibləşir. Cənnət planetlərində daha da nəcibdir. Məsələn, torpaqdan nəcib sudur, sudan nəcib oddur, oddan nəcib havadır, havadan nəcib efirdir, efirdən nəcib ağıldır, ağıldan nəcib dərrakədir, bulağın hamısından nəcib egodur. İnsan egosudur. Ondan nəcib ruhi candır, bizim ruhi şəxsiyyətimizdə. Nəciblərdən də nəcib Allahdır. Krishnadır, düzdür, Tanrıdır. Ona görə Tanrının üzərində bu qanunun hökmü olmadığına görə, əgər Tanrının mötəbər nümayəndəsi bizim nöqteyi nəzərimizdən maddi deyilən bir şeydən Tanrının formasını qoyur və bu Tanrının mötəbər nümayəndəsi bunu eləyir. Tanrının göstərişi ilə, Tanrının səlahiyyəti ilə, icazəsi ilə, Tanrının necə deyirlər, xeyir-duası ilə, onda Tanrı onun xatirinə, həmən o özünün mötəbər nümayəndəsinin xatirinə o forma vasitəsilə o formada təzahür edir və ona olan xidməti qəbul edir. Və Tanrı o Tanrı üçün materiyanın hökmü olmadığına görə, qanunun üzərində hökmü olmadığına görə istənilən maddi elementdən də düzəldilmiş və mötəbər nümayəndə tərəfindən qoyulmuş formaların hamısı Tanrının özüdür. Və o maddə deyil, o tam sırf ruhdur. O ruhidir. Biz onu görsək də o ruhidir. Bildiniz? Buna bir dənə kobud nümunə. Buna bir dənə kobud nümunə deyəcəm, başa düşmək üçün. Sovet hökuməti dövründə, indi yoxdur. Sovet hökuməti dövründə küçələrdə hər 200 metrdən bir dənə poçt kutusu vardı. Poçt kutusu. Göy rəngdə, mavi rəngdə yaşlı nəsil nümayəndələri bilirlər. Mavi rəngdə poçt kutuları idi. O poçt kutusunun üstündə yazılmışdı, hökumətin qanunu yazılmışdı, hansısa fikir verdim orada, poçtun indeksi yazılmışdı, nömrəsi yazılmışdı, hər şey yazılırdı onun üstündə. Və o poçtun kutunun spesial yeri vardı ki, oradan yazılan məktubları salırdıq o kutunun içinə. Mən uşaq olanda, mən elə bildim ki, o poçt kutusunun arxasından yəqin ki, hansısa bir dənə belə turba gedir, turba. O məktubları atanda o turbanın içindən o belə sorulur, gedir sənin göndərdiyin ünvana. Uşaq olanda belə başa düşürdüm. Amma günlərin bir günü gəldim, boylandım, baxdım, görürük, kutunun arxasında heç bir turba yoxdur. Və sonra da həmişə də sual içində qaldım ki, necə olur, mən bu məktubu atıram bura, bu məktub gedir, uzaq bir şəhərə çatır. Burada nəsə belə, o mistikanı tutmağa çalışırdım uşaq olanda. Bildiniz? İndi həmən o poçt kutusunun içinə məktubu atırsan, gedir neçə kilometrliyə çatırdır, deyil.
Ama eyni poçt kutusundan, eyni formada, eyni rəngdə, eyni yazılarla hər şeyi belə kopya eləsək də tamamilə necə var elə. Mən bir dənəsini düzəldib öz həyatımda qoysam, onun içində nə qədər məktub atsam, o məktublar getməyəcək ünvanına. Başa düşdünüz? Baxmayaraq ki, həmişə eyni şeydir. Bildiniz? Ama getməyəcək. Kutun sonra fikirləşirsən, elə atarsan məktubu. Necə atmısan, elə də qalacaq onun içində. Başa düşdün? İndi sonra fikirləşirsən ki, nə tərəf eyni şeydir, mən də eyni şeyi düzəltmişəm da. Eyni formadır, eyni yaşlıqdır, eyni rəngdədir, eyni üstündəki yazılardır. Ha? Niyə görə küçədəkini atıram məktubu gedir, həyatda özüm düzəldib qoyduğumu atıram, getmir. Fərq burada nədir? Fərq ondadır ki, küçədəkini dövlətin nümayəndəsi gəlib açır, onun içindəkiləri götürür. Yəni bu dövlət tərəfindən nə olubdur? Ora qoyulubdur. Buna deyirlər mötəbər, avtoritet tərəfindən bu bura ustanovka olubdur. Başa düşdünüz? Və dövlət tərəfindən qoyulduğuna görə dövlət ona təkim eləyib bir nəfər poçtalyonu ki, o gələr mütəmadi onu açır içindən, məktubları götürür, aparır növbətiyə, növbəti etapa, növbəti yerə ötürür, oradan da gedir o tərəfə. Bir-birinə ötürürlər. Başa düşdünüz? Amma mənim həyatda qoyduğuma hökumətin nümayəndəsi təkim olunmayıbdır. Bildiniz? Bax, eynilə də belədir ki, Tanrının mötəbər nümayəndəsi Tanrının formasının nədir? Qoyur. Tanrının mötəbər nümayəndəsi, ustad, guru, başa düşdünüz? Necə ki, məsəl üçün, Məkkədə qara daşı qoyubdur, Peyğəmbər ona istayiş edir deyənə, indi bütün İslam dünyası ona istayiş edirlər. Hamısı, heç kim bilmir ki, o nədir, hardan gəlib, niyə gəlib, niyə üçün durub orada, elə bir, onun tam dərinliyini bilən yoxdur. Necə lazımdır, başa düşdünüz ki, bu nə olan şeydir. Soruşsan da bəzi bir neçə söz deyirlər və salam, elə deyil. Amma ki, bütün dünya onun başına fırlanır, həmən o daşın başına fırlanır, gedir orada. Bizim həcc ziyarəti vaxtı. Niyə? Bir dənə səbəb gör ki, Peyğəmbər Məhəmməd Məsudullah Allahın mötəbər nümayəndəsidir və o bunu qəbul eləyib, buna istayiş eləyibsə, bu deməli bu proses mötəbərdir və salam. Başa düşdünüz? İndi burada kör-körənəlik də, deyəsən ki, kör-körənəlik yox. Onun məsələnin dərinə gedəndə onun hər şeyin izahı vardır. Hər bir şeyin izahı var. Dərinə getmək istəyənlər üçün. Ona görə bilik deyir, içində olsa onun dalınca gedir o. Peyğəmbər deyirdi. Ona görə insan ruhi biliyin artıranda bu şeylərin hamısının dərinliyini başa düşə bilər. Ruhi biliyini artıranda. Ona görə ruhi biliyi artırmaq lazımdır. Cismani tələbat və ehtiyaclarını nəcibləşdirmək lazımdır. Ətiyyən insana ruhi biliyin qapıları bərk-bərk bağlıdır. Bərk-bərk. Bildiniz? Heyvan öldürüb ətin yenə, bihüş edici maddə qəbul yenə, çay, kofe, belə şeylər içənə, cəhalətdə olan qidaları yenə, sarımsaq, soğan. Bunlar hamısı insanın bədəni materialıdır. Bildiniz nə tərəf? Belələrinə ruhi biliyin qapıları bərk-bərk bağlıdır. Bərk-bərk. Bildiniz? Ancaq dini söhbətlər eləyə bilərlər və ayinlər icra eləyə bilərlər və salam. Amma ruhi bilik, ruhi dirçəliş belə insanlar üçün qapıları bağlıdır. Buna görə də ruhi biliyi olanda insan bu şeyləri başa düşür. Eləcə də Murti, Tanrının forması, məbədlərdə Tanrının forması. Onu Tanrının mötəbər nümayəndəsi neylisə qoyursa, o Tanrı onun mötəbər nümayəndəsinin xatiri üçün o ibadəti, sitayişi qəbul eləyir. Və bu prosesdə iştirak edən adam özünün ruhi dirçəlişini açıq-aşkar duyur. Sadəcə olaraq, sadəcə bir dənə dini praktika kimi formal surətdə həyata keçirmir. İbadətimi elədim də və salam. Yox, insan özünün daxilində dəyişdiyini duymalıdır. Mən dəyişirəm. Mən özümün bədəndən fərqli olduğumu duyuram. Mən qəlbimin təmizləndiyini duyuram. Bu bir sinə yoxşuyur. Yemək, ac adamın qabağına yemək qoyasan və o da yanındakı adamdan soruşar ki, sən bilmirsən, mən doymuşam, yox. Gülməlidir, elə deyil. Adam özü doğrudan da yiyirsə, o özü hiss eləyir ki, o doydu. Əgər bu doğrudan da o yeməyi yiyirsə, özü hiss eləməlidir ki, o doydu. Başa düşdünüz? Doymağın hiss eləməlidir axı insan. Əgər insan doymağın hiss eləmirsə, demək yemir də o. İndi yanındakindən soruşsun ki, mən yiyirəm, yemirəm, bilmirsən. Doyursansa yiyirsən, doymursansa deməli yemirsən də. Başa düşdünüz nətəri? Eləcə də real dini praktik odur ki, insan onunla məşğul olanda özünün real məmnunluğunu hiss edir ki, o məmnun olur, o xoşbəxt olur. Onun gözü açılır, o həqiqəti görmə qabiliyyəti əldə edir. O əminamanlıq içində hiss edir. O
sadələşmə hiss edir. O dünya malından gözünün çəkildiyini hiss edir. O hissi həzlərdən uzaq durmağını hiss edir ki, bunların hamısı onun üçün gücünü itirir. Bildiniz? Yəni o konkret daxili məmnunluq yaşayır. Konkret. Yemək yeyib doyan adam kimi. Bax, belə insanlar ruhi praktikayla, belə insanlar Tanrının formasını sitayiş edəndə bu duyğunu yaşayırlar. Real olaraq onu yaşayır, hiss edir qəlbində. Bilirsiniz, belə yox ki, bu nəsə bir dənə formal bir şey deyil, biz bunu eləyəcəyik, indi görək də, axırı nə olur. Belə yox. Buna görə Tanrının mötəbər nümayəndəsinin qoyduğu forma, Tanrıya olan dualar, ibadətlərin hamısını ötürür, Tanrı qəbul edir hamısını. Amma həmən formanı qeyri-avtoritet, nümayəndə olmadan, mötəbər nümayəndə olmadan insanlar götürdülər. Bu prosesin mənbəyi axı Hindistandan gəlir. Bu Hindistan Himalay dağlarından üzüb tərəfə bu prosesin nədir? Kökü oradadır. Bildiniz nətəri? Bu prosesin kökü oradan yayılır dünya. Baxmayaraq ki, vaxtı ilə 5000 il bundan qabaq planetin hər yerində bu proses olubdur. Hər yerində. 5000 il bundan qabaq. 5000, 6000 il bundan qabaq planetin hər yerində Tanrının transendental formalarına sitayiş olubdur. Məbədlər hər yerdə olubdur. Bu olubdur, bunun adı olubdur Veda mədəniyyəti. Vedaların üzərində durub hər şey. Bildiniz? Sonra Veda mədəniyyətini Kali Yuga, dəmir dövrü girəndə Kali Veda mədəniyyətini hər yerdən izini, tozunu silməyə çalışdı. Başladı özdə, indi biz birazdan bunun üstünə gələcəyik. Başladı nədən? İnəklərin öldürülməsindən. Başladı inəklərin öldürülməsindən. Başladı Brahmanların avtoritetinin aşağı düşməyindən. Brahmanlar ruhi biliyi olan adamlardır. Brahmanların avtoritetini aşağı saldı. İnəkləri də öldürdü. Başa düşdünüz? Onda Kali dəmir dövrü xoda düşəndən sonra Veda mədəniyyətini, hər vəclə Veda mədəniyyətinin izlərini silməyə çalışdılar hər yerdən. Buna görə də Veda mədəniyyəti indi ortalıqda yoxdur. Sadəcə olaraq Vedalardan insanlara bu və ya digər miqdarda sitayiş qaydaları. Çünki Vedalarda 90% Vedalarda mələklərə ibadət qaydaları var. Mələklər insanların bədənini fiziki cəhətdən, fiziki mövcudluqlarını ruhi praktikaya yararlı olmaq üçün təmin etməyə səlahiyyətli nümayəndələrdir. Tanrının nümayəndələrdir. Ki, canlı varlıqların, xüsusilə də insan formasına gəlib çatanda ruhi praktika ilə məşğul olmağa necə yararlı halda olmasını tamamilə təmin etmək. Bizim fiziki bədənimiz daxili orqanları, mədə, bağırsaq, ağciyər, qaraciyər, ürək və filan bütün nə qədər var. Bunların hərəsində bir dənə mələk təhkimdir. Bir mələk təhkimdir. Başa düşdünüz? Bədənimizin nə işləməyinə. Bizim özümüzün xəbəri yoxdur, bədənimiz işləyir. Amma o işləyir. Amma bunun işləməyinə mələklər təkimdirlər. Bildiniz? Bu bədəni də onlar verirlər, onlar təkimdir, onlar nəzarət edirlər və bu bədənin təminatına da mələklər baxırlar. Maddi cəhətdən təminatına başa düşürsünüz. Amma bir şərtlə ki, mələklər Tanrının fədailəri olduğuna görə Tanrının xidmətçiləridirlər onlar. Ona görə onlar bizlərə bunu eləyirlər ki, biz də öz növbəmizdə bədənimizdən istifadə edib, Tanrıya ibadət edək və özümüzü dərk edək. Və mələklər bu maddiyyata təkim olduqlarına görə mələklərə ibadət qaydaları var Vedalarda ki, siz bu mələklərə, müxtəlif mələklərə ibadət eləməklə özünüzün maddi mövcudiyyatınızı biraz da istədiyinizdən artıq təmin edə bilərsiniz. Ona görə də mələklərə ibadət ancaq maddi xarakter daşıyır. Ruhun qurtalışı, Tanrıya yetişməyi, azad olub buradan getməyi, əbədə qoşmağı mələklərin səlahiyyətində deyil. Bunu ancaq Tanrı özü şəxsən nəzarət edir. Mələklərin səlahiyyətində ancaq bütün canlı varlıqların maddi durumlarına nə eləməkdir? Təmin eləməkdir. Hər şeylə, işıqla, odla, istiliklə, suyla, hava ilə, yeməklə, hər şeylə də bütün bizim cismani tələbatlarımızın hamısı mələklər tərəfindən ödənilir. Bədənimizin həyata işləməsi özü belə, fəaliyyəti özü belə. Ona görə də insanların iki cür şuurdayıq biz burada. Biz özümüzü bədənlə iyiləşdiririk, ruhi təbiətimizi unutmaq bahasında özümüzü bədən alıb bədənlə iyiləşdiririk. Ondan sonra Tanrı bir-birinin ardınca özü gəlir, nümayəndələrini göndərir və
mələklər də bizim fiziki mövcudiyyatımızı təmin edirlər ki, bizə təbliğat göstərir ki, Tanrı, siz bu bədən deyilsiniz. Bu bədən mən vermişəm mələklərin vasitəsilə. Bu bədən sizin paltardır, sizə paltar kimi verilibdir. Siz bədənin daxilində ruhi təbiətli şəxsiyyətsiniz. Bax, bu dini təbliğatın canı bundan ibarətdir. Bilirsiniz, Veda biliyin, Bhagavad Gita'nın çatdırmaq istədiyi məğzi budur. Ona görə biz özümüzü fiziki bədənlə eyniləşdirməkdə davam eləyəndə iddialı olaraq ancaq bu Tanrının göndərdiyi ruhi praktikalara, ruhi özünü dərk etməyə, meditasiya, bu şeylərə məhəl qoymayanda bunlara diqqət azalanda, xüsusilə indiki dəmir dövründə olduğu kimi. Onda bizi bədənimizin tələbat və ehtiyacları və onu daha da komfortlaşdırması daha çox maraqlandırır. Nəinki ruhumuzun dirçəlişi. Bax, müasir sivilizasiya kimi. Bildiniz? Onda belə insanlar daha çox mələklərə üst tuturlar, mələklərə, bildiniz? Baxın, görün, müasir dövrün insanları özünün təminatı üçün heç neynir? Heç Allaha üst tutur, yox. Çox nadir insan bilərsən ki, Allaha üst tutsun, Allaha arxalansın, Allahdan istəsin. Yox, hamı ancaq özünün bədəninin imkanlarını əsas götürür. Buna görə bu tipli şuur səviyyəsində onlar üçün Vedalarda mələklərə ibadət qaydaları var. Sağlamlığın üçün bu mələyə ibadət edə bilərsən. Yaxşı övlad gətirmək üçün bu mələyə ibadət edə bilərsən. Bilik əldə etmək üçün bu mələyə ibadət edə bilərsən. Gözəl arvad istəyirsən, bu mələyə ibadət edə bilərsən. Var dövlət istəyirsən, bu mələyə ibadət edə bilərsən. Sonra heyvan öldürüb ətin yemək istəyirsən, bu mələyə ibadət edərsən. Əslində ət yeməkdir. Sonra çoxlu qadınlarla evlənmə, ailə qurmaqdır. Sonra dünya malı sərvəti toplamaqdır, bihuşedici maddə qəbul eləməkdir, çay kimi, kofe. Bunların hamısı bütpərəstlərdən qalmış şeylərdir. Əsl bütpərəstlik bax bunlardır. Yəni ət yeməyin özü bütpərəstlik əlamətidir. Bildiniz? Sadəcə olaraq peyğəmbərlər gəlirlər, peyğəmbər gəldi məsəl üçün. Onu müəyyən bir qaydalara saldı ki, o qaydalara insanlar əməl eləməklə bu vərdişdən uzaqlaşsınlar. Qayda qoyulursa, çərçivə qoyulursa, bildiniz, bu demək ki, bu vərdişdən uzaqlaşmaq üçün o qoyulubdur. O vərdişə haqq qazandırmaq üçün yox. Bildiniz, insanlar o qaydalara düzgün əməl eləməyəndə, onlar özlərinə ondan ancaq haqq qazandırmaq üçün istifadə edirlər. Dindirəndə deyir ki, bizim kitabımız bizə icazə verir. Bildiniz, Allah bizə halal eləyibdir onu. Başa düşmür ki, söhbət halaldan getmir. Söhbət ondan gedir ki, bu sənin müəyyən çərçivə daxilində icazə verilibdir. Bu demək ki, yəni bunu eləməmək idealdır. Sən bunu başa düşmürsən də ayələrimizdə deyə düşünən kəslər üçün dərin mənalar var. Ona görə də mələklərə ibadət, insanlar başlayırlar mələklərə öz cismani şeylərindən ötürü, tələbat və ehtiyaclarından ötürü daha çox mələkləri ibadət edirlər. Hindistanda da bu tendensiya vardı. Müasir sivilizasiya bunun üstündə durubdur, bildiniz. Və yaxud da ki, biz sizə deyirik, oxuyursunuz Quranda, İncildə kollektiv danışırlar insanlarla. Bunlar kim mələklərdir. Çünki cənnət planetlərinə mələklər nəzarət edir. Cənnət planetlərində mələklər yaşayırlar. Kim də cənnətə gəlmək istəyir, onlar öz şərtlərini qoyurlar ki, bax bu şərtlərə əməl eləsəz, siz cənnət planetlərinə daxil ola bilərsiniz. Bildiniz? Ona görə də səmavi dinlərin tərkib hissəsinin 95%-i mələklərə ibadətdir. Mələklərin şərtləridir, mələklərin qoyduğu qaydalardır. Başa düşdünüz? Eləcə də Veda biliyinin 95%-i mələklərə ibadətdən bəhs edir. 95%. O da qalır 5% ancaq tək olan Tanrıya tam təmənnası sırf sədaqətli xidmətdən bəhs edir. 5%. 95%-i mələklərə sitaişdir. İndi bax bunun indiki dövrdə öldü, qədim zamanlara gedəndə, indiki dövrdə insanlar televizor var, qəzet var, jurnal var, canım sizə desin, indi son vaxtlarda internet var. İnsanlar istədiyi yerdən istədiyi məlumatı qısa müddətə dolğun şəkildə ala bilirlər. Düzdür, amma əvvəlki dövrlərdə bu şeylərin heç biri yox idi. İnsanlar lokal yaşayırlar, yəni xüsusi belə topalarla yaşayırlar. Başa düşdünüz, şahlıqlar idi, tayfalar idi, nə bilim, qəbilələr idi, belə yaşayırlar. Niyə? Çünki insanlar daxildə o qədər məmnun idilər ki, onların ehtiyacı yox idi ki, onlar bizim kimi buradan vursunlar, oradan çıxsınlar. Buradan uçsun, getsin Afrikaya, Afrikadan uçsun, getsin Yaponiya. Bu ağıl narahatçılığının fəsadıdır. Bu tərəqqi deyil. Bunu ateist materialistlər tərəqqi sayırlar. Ona görə insanlar lokal yaşadıklarına görə dünyaya yayılmış yerlərində Veda mədəniyyəti tənəzzülə uğrayanda, Veda mədəniyyəti 5000 ildən qabaq öz mövcudluğunu dayandıranda
İnsan Kali öz şeyinə mindi, Kali Dəmir dövrünün nəyi mücəssəməsi. Kalinin də bədəni heyvan öldürüb ətini yemək, bihuş edici maddələr qəbul etmək, qumar oyunları, bir də cinsi əlaqə sonsuz sayda, bildiniz nətər. Bundan sonra insanlar neynədilər? Bundan sonra insanlar özlərinin ata-babalarından qalmış o Veda ənənələri ki, hansı ki mələklərə ibadət edib maddi təminatların alırdılar. Onların da formaları var. Mələklərin də formaları var. Onlara ibadət qaydaları var, sitayiş qaydaları var. Onlara qurban mərasimləri var. Hamısı Vedalarda vardır. Avtoritetini, başa düşdünüz? Tanrının özü tərəfindən verilmiş. Belə deyək də. Şrila Vyasadeva yazıbdır. Tanrının ədəbi mücəssəməsidir. Ona görə bu insanlar hansı ki dəmir dövrünə keçdilər 5-6 min il bundan qabaq. Onlar ulu babalarından qalmış qaydaları əməl eləmək üçün onlar tədricən tənəzzülə uğradılar. Onlar nə elədilər? Onlar avtoritet bu qaydalardan uzaq düşdülər. Götürdülər özlərindən uydurmağa, başa düşdünüz? Özlərindən uydururdular. Bax, həmən o poçt kutusu məsələsini xətirə gətirin. Özlərindən uydurmağa başladılar, qoymağa. Bu bizim yağışmə Allahımızdır, bu bizim külək Allahımızdır, bu bizim var dövlət Allahımızdır, bu bizim sürülərimizi qoruyan Allahdır, bu bizi nə bilim sağlamlığımızı verən Allahlardır. Başa düşdünüz? 300 dənə Allaha nə formalar özlərindən qoyurlar, ibadət edirlər və bu da bütpərəstliyi nədə idi? İndi gəldim bütpərəstliyin üstünə. Bütpərəstliyi nədə idi? Bu bütpərəstlik anlayışı niyə görə nədə axı negativ qarşılanır? Bütpərəstlik anlayışı niyə görə negativ qarşılanır? Onun negativliyi nədədir? Niyə görə o günahlı bir şey kimi sayılır, xoşa gəlməz bir şey kimi qalır? Bilirsiniz nətərdir də? Başa düşdünüz nə demək istəyirəm? Bu bütpərəstlik anlayışının negativliyi nədədir? Mən onun negativ tərəfini demək istəyirəm. Bütpərəstlik anlayışının negativliyi ondadır ki, insanlar mələklərə, mən dedim axı, insanlar mələklərə nədir? Ancaq özünün cismani tələbatları üçün müraciət edirlər. Ruhun ət yemək insanın cismi üçündür. Ümumiyyətlə, ruhun nə yeməyə, nə yatmağa, nə cinsi əlaqəyə, nə də qorxu duyğusu yoxdur. İhtiyacı da yoxdur bunların. Ancaq bunlar hamısı bədənin tələbat və ehtiyacları, düzdür? Ona görə də insanlar özlərinin ruhi şəxsiyyəti barədə tamamilə biliksizliyə qərq olanda müasir sivilizasiya kimi. Baxın, müasir sivilizasiya belədir. Onlar ancaq özünün bədəninə işləndə, ancaq bədənin rahatlığı, komfortu üçün çalışır. Məhəmməd bəy Əsədullah deyirdi, cisminizə nə qədər rahatlıq yaratsaz, ruhunuz o qədər istirab çəkəcək. Ancaq bədənim, başa düşdün? Bu da nə deməkdir? Bu da deməkdir ki, insan bədən də doymaq bilməyən aparat da, başa düşdünüz? Ona görə insan bədənin nə qədər çox həzz verməyə çalışırsa, bədənin hisslərinə, göz, ağız, burun, qulaq, cinsiyyət orqanı, o qədər çox insan burada mənəvi tənəzzülə məruz qalır. Və bu nətər cəhənnəmə üz tutur, başa düşdünüz? Heyvan bədənlərinə gedir. Tənəzzül eləyir də. İnsan bədəninə tənəzzül eləyirsən, düşürsən aşağı heyvan bədənlərinə. Oradan da daha çox günahlı işlər görürsənsə, cəhənnəm planetlərinə girsən. Bax, bütpərəstliyin təhlükəsi bundadır. Ona görə ki, bütpərəstlik insanın ancaq cisminin 24 saat sutkada bədəninin qayğısına qalmağa bütpərəstlik deyirlər. Tanrının formasına ibadət eləməyə, mələklərin formalarına ibadət eləməyə bütpərəstlik demirlər ki. İnsanın ancaq öz cismi var. Bizim bədənimiz büt nömrə 1-dir. Mənim bu danışdıqlarım həm Quran elminə uyğundur, həm İncil elminə uyğundur, həm 124 min peyğəmbər elminə uyğundur. Yəni mən bunu ancaq deməyin ki, Vedaların çıxışı eləyib deyirəm. Yox, bu Quranın dediyidir, İncilin dediyidir, Məhəmməd və Əsədullahın, İsa əleyhissalamın, bütün dinlərin hamısını dediyi, bax, mənim bir izah elədiyimdir. Yəni, mənim izahım təkcə Veda biliyi dediyim yox. Elə Quran, İncil elmi də Veda biliyidir əslində. Ondan da orada da verilən elmlərin hamısı Vedalardandır. Mən dedim, izah elədim. Quranda, İncildə verilən biliklərin hamısı Vedalardandır. Çünki Vedalar heç bir millətə, heç bir xalqa mənsub olmayan və tarixi olmayan Tanrının özündən, yaranışın əvvəlindən gələn bilikdir. Kainatın instruksiyasıdır. Kainatın, planetin yox. Vedalar heç bir xalqa məxsus deyil. Bütün bəşəriyyətə məxsusdur. Ona görə də bütpərəstlik insanın özünü həddindən ziyadə bədəni ilə yerləşdirərək bədəninə aid olan işlərə bütün vaxtın enerjisini sərf eləməkdir və buna da uyğun ibadət qaydaları edir. Başa düşdünüz? Bədəninin təminatı üçün ibadət.
Mələklərin özündən uydurduğu formaların qoydular və onlara özlərindən ibadət qaydaları fikirləşirdilər. Mən izah elədim niyə görə? Bildiniz, Veda ənənələri, Veda mədəniyyəti tənəzzülə uğrayıb kənara çəkildiyinə görə dəmir dövrü başlanğıcından, Adəmlə Həvvanın gəlişindən üzü bu tərəfə. Adəmlə Həvvanın gəlişi ilə Veda ənənəsi, Veda mədəniyyəti yavaş-yavaş çəkildi qırağa. Yığışdırdı Kali onu tamamilə. Kali Yuga bu dəmir dövrünün mücəssəməsidir. Bu Vedalarda bax mənim danışdıqlarımın hamısı Vedalarda verilibdir. Mən oradan deyirəm, özümdən uydurmuram, başa düşdünüzmü? Hamısı Vedalardandır. Ona görə insanlar özlərindən uydurduğu mələklərin formalarını ibadət eləməyə başladılar ki, bu da insanda mənəvi dirçəliş məsələsinin arxa plana tulladı. Ancaq insanlar cismani bədən şeyləri üçün, bədən tələbatları üçün başladılar hər şeyi. İbadətlərin də bunun üçün edirlər ancaq. Bədənlərin tələbatları üçün də. Başa düşdünüz? Baxın elə. 4 dənə heyvani instinktin ödənişi üçün, təmtəraqlı həyata keçirilməsi üçün müasir sivilizasiya belə deyir. Bax, müasir sivilizasiyanı tamamilə bütpərəstlik adlandırmaq olar belə. Necə deyirlər belə? Tam əminliyi ilə, qətiyyətlə. Müasir sivilizasiya əsl bütpərəstlik. Niyə? Çünki hər şey bədənin üstündə qurulubdur. Hər şey. Sən bu bədənsən, bundan o tərəfə hamısı uydurmadır. Təhsil sistemi bədənin üstündə qurulubdur. Mədəniyyət sistemi, iqtisadi sistem, siyasi sistem, dini sistem hamısı bədənin üstündə qurulubdur. Əks halda niyə görə bir dinin nümayəndəsi o birisi dinin nümayəndəsini bəyənmir? Niyə? Çünki bədən konsepsiyasındadır. Mən bədənəm. Mənim bədənim Azərbaycanda doğulub müsəlmanam. Məsəl üçün deyirəm. Sənin bədənin Rusiyada doğulub, sən xristiansan. Hristiyan ailəsində doğulmuşsan. Bədən konsepsiyasında bu başa düşdünüz. Və bədən də bütpərəstlik deməkdir. Çünki büt bizim bədənimizdir. Tanrının forması büt deyil. Heç mələklərin də forması büt deyil. Büt bizim öz bədənimizdir. Nə qədər insan daha çox bədən şuurunda yaşayırsa, ruhunun dirçəlişini atıb arxa plana, ya da ki, ümumiyyətlə onun həyatında yoxdur. Buna deyirlər bütpərəstlik. Bunu İsa Peyğəmbər İncildə də deyir. Kolossiyanam, Koluslulara fəslinin 5-ci mətnidir. Koluslulara başlığının 5-ci mətnindədir. Mən səhv eləmirəmsə. Bu yazır ki, cismimizin dünyəvi yönlərini cilovlayın. Dünyəvi yönlərini. Ehtiras, cəhalət filan beşməkan deyir, bunların hamısı bütə sitayişdir. Bütə sitayişdir. Bütpərəstlikdir. Bədənimizin də, fiziki bədənimizin. Orada demir ki, Tanrının formasına ibadət eləmən bütpərəstlikdir. Yox, deyir, bu saat deyəcəm. Orada belə ki, rus dilində умерщвляйте земные члены ваши, умерщвляйте земные члены. Dünyəvi meyillərinizi ölüşçüləndirin. Orada sayır. Orada deyir, vajdeleniya, blud, belə şeylər də, o şimdi hamısı tam yadımda deyir də. İbo deyir, eta idoloslujeniya. Yəni ki, dünyəvi varlığınızın dünyəvi meyillərini ölüşçüləndirin. Sayır şəhvətdir, tamahdır, filan beşmək. Bunlar hamısı idoloslujeniya, bütpərəstlikdir. Bu da bizim bədənimizə aiddir. Yəni ki, bədəninizə nə qədər çox şey eləsəz, həz verməyə çalışırlar hisslərinizə. O qədər çox sizdə bax, bütün şeylər hamısı sürətlə artacaq. Nə? Şəhvət, qəzəb, tamah, azgözlük, baxıllıq və s. Başa düşdünüz? Nə? Çünki bədən doymaq bilməyən maşındır. Bunu Peyğəmbərlər çox gözəl bilirlər hamısı. Ona görə idoloslujeniya budur. Bütpərəstlik budur ki, haçan insan həyatını elə qurur ki, elə yaşayır ki, dünya görüşünü ki, onun ancaq bədənindən bu tərəfə işlə onun üçün şey deyil, da real deyil. Ancaq bədənin, yeməyi, yatmağı, seksi, hisslərini həzz vermək, gözünə, qulağına, ağzına, burnuna. Müasir sivilizasiya 99,99% bunun üstündə durmayıb ya. Bəli. Ona görə müasir sivilizasiyanı necə belə tam qətiyyəti ilə, əminliyi ilə bütpərəstlik adlandırmaq olar. Tanrının məbəddəki forması bütpərəstlik deyil. Mələklərin hətta forması bütpərəstlik kateqoriyasında deyil. Bütpərəstlik ancaq mən təkrar qayıdım, bunu da deyirəm ki, yekunlaşdım sözümü. Bütpərəstlik ancaq oradadır ki, haçan ki, insan özünü o poç qutusu məsələsindədir. İnsan ancaq bunu özündən uydurur, onu da əvvəllər eləyiblər də, əvvəlki dövrlərdə elədilər. Sonra Peyğəmbərlər gəldi, bunu yığışdırdılar ki, siz özünüzdən uydurursunuz bunları. Sizin bu sizə Veda ənənəsi yığışdırılıbdır dəmir dövrü başlayandan 5 milyon bundan qabaq.
Bildiyiniz, Adəmlə Həvvanın üzü bu tərəfə. Ancaq bura Vedalardan götürülmüş hissələrdən ibarət dini təlimlər gəldi. Güzəştli qaydalarla. Güzəştə gedirlər də bizə, başa düşdünüz? Ona görə sən Quranda yazır 17-ci surənin 85-ci ayəsi. Deyir, səndən ruh barəsində soruşsa, deyir ki, biz bu barədə sizə çox cüzi bilik vermişik. Bu Rəbbin ixtiyarında olan bir şeydir. Bildiyiniz? Bu da Bhagavad Gita'da açırsan başdan önce deyir ki, sən ruhsan, bədən deyilsən. Ancaq ruhu bilik, ancaq ruhu bilik. Ancaq ruhu bilik kateqoriyasındadır. Bədənə aid olan bilik deyil o, məlumatdır. Amma ruha aid olan bilikdir. Real bilik ruha aiddir. Ruhdan bəhs eləyəndir. Mən ruhi canan bədən deyiləm. Bax, bilik budur. Bədənə aid olanların biri, bədənə aid olan biliklərin heç bir bilik kateqoriyasında deyil. Onlar mövcud olan analizindən doğan məlumatdır. İnsan onları öyrənir ki, daha çox bədənli və bədənə aid olan dünyanı istismar eləsin. Bax, müasir sivilizasiya kimi, hansı biz yaşayırıq bu saat planetin üstündə. Biz planetin üstündəki hal-hazırki sivilizasiya 99,99% bütpərəstlərin sivilizasiyasıdır bu saat. Bütpərəstlərin şeyidir, dünya görüşüdür. Bütpərəstlərin həyat tərzidir. Bildiyiniz? Bütpərəstlərin şuur tərzidir. Bildiyiniz? Qız uşaqların diri-diri öldürürdü bütpərəstlər. Heyvanları mundar eləyib yeyirdilər. Başa düşdünüz? Bu deyək, baxın, heyvanların necə gəldi, sallaxanada kəsbirlər. Uşaqları ananın bətnində abort elətdirirlər. Spirtli işçi, porядка veşə qaydadır, sigaretli, spirtli işçidir, inəklərin kütləvi sürətdə öldürülməsidir, qadınların fahişəyə çevrilməsidir. Bu saat tuğyan eləmir planetin üstündə. Elə Bakı şəhərində. Bunlar hamısı bütpərəstlərdən qalma şeydir. Bütpərəstlik bu deməkdir. Bütpərəstlik Tanrının formasına ibadət deyil. Çox böyük səhv edir insan fikirləşəndə ki, bütpərəstlik Tanrının formasına ibadət deyil. Bu heç Quran elminə görə də belə deyil. Heç İncil elminə görə də bu belə deyil. Bildiniz? Mən bütpərəstliyin mahiyyətini izah elədim sizə. Kimə nə aydın deyil, kim nədən narazıdır, kimin nəsə ehtirazı var, kiminsə iradı var. Təzədəndən məhz həmən yeri soruşsun, mən oranı təzədəndən izah eləyim. Yəni, mən bu məsələnin ətrafında hələ 1-2 saatda danışa bilərəm. Amma mən bilirəm ki, darıxdırıcı olacaq. Qulaq asan baxanda ki, orada mühazirə 2 saatda heç kim qulaq asmır. Cəmaat indi 2 dəqiqədən artıq olana qulaq asmırlar. Belə. Diqqətinizə görə minnətdarlığımı bildirirəm. Yəni, bu mənim üçün, bu bütpərəstlik anlayışı mənim üçün Tanrının mərhəməti ilə, ustadın mərhəməti ilə mənim üçün tamamilə 100%, mən demirəm 99%, tamamilə 100% aydın olan bir mövzudur. Bu mövzu ətrafında mənim üçün qaranlıq yer yoxdur. Ona görə hardan, nədən narazıdır kimsə, qulaq asan, hardan istəyir soruşsun, mən təzədəndən onu həmən yeri ona izah eləyə bilərəm. Hare Krishna.